Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Tehrana səfəri ilə bağlı danışıqlar davam edir. Axaras xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bugün həftəlik brifinq zamanı jurnalistlərə açıqlamasında bildirib. Türkiyə rəsmilərinin İrana ardıcıl səfərlərinin pərdə arxasında hansı detallar gizlidir? Fikirləşirəm ki, ümumiyyətlə İsrailə qarşı birinci növbədə işbirliyindən söhbət gedə bilər. Hər ikisi Türk dövləti, belə deyək ki, əhalisinin çoxu Türk olduğuna görə İranı da müəyyən dərəcədə Türk dövləti adlandırmaq olar. Hərbi, texniki, siyasi, mədəni əməkdaşlığın daha da dərinləşdirilməsindən söhbət gedə bilər. Zəngəzur dəhlizinin açılacağı ilə bağlı heç bir şübhə yeri qalmayıb. Belə olduğu təqdirdə İran da proseslərin iştirakçısına çevrilmək üçün yaxınlaşmaqda maraqlı ola bilərmi? İranın da burada marağı olub. Zəngəzur dəhlizindən İran da istifadə edə bilər. Ümumiyyətlə Pezeşkiyana qədər Zəngəzur dəhlizində İranın rolunu həddindən çox şişirdirdilər. Amma İranın burada heç bir aidiyyəti yoxdur. Orada adi, deməli, torpağın Zəngəzur dəhlizi adı altında nəyin nəzərdə tutulduğu açıqlamaq lazım idi. Əgər o ərazilər Azərbaycana verilsəydi, İran iddia ilə bilərdi ki, mənim Ermənistanla sərhəddən məhrum olacağam. Əgər belə bir şey yoxdursa ki, bizim dövlətlərimiz də bunu deyir ki, belə bir torpaq iddiamız yoxdur. Ancaq dəmir yol xətti və quru, deməli, avtomobil yolundan söhbət gedirsə, burada İranın mənafeyinə toxunan heç bir şey yoxdur. Və bu Zəngəzur dəhlizi, Zəngəzur koridoru nəqliyyat baxımından İran üçün də çox xeyirlidir. Və Ərdoğanın İrana səfərində ümid edirəm ki, bu məsələlər də öz rolunu tapacaq. Yəni İranın daha doğrusu bəhanələrine son qoyulacaq. İranın əleyhinə burada bir şey mən görmürəm. Bir sıra ekspertlər nəticə etibarilə İranın Turana qoşulacağı iddialarını səsləndirməyə başlayıb. Əsas nüfuzunun türklərdən ibarət olduğu İran Turana qoşula bilərmi? Az ümid edirəm ki, İranın Turana qoşulmasına. Çünki İranla Turanın arasında ənənəvi olaraq min illərdir mübarizə gedir. İranla Turanın birləşməsinə mən inanmıram. Buradakı türk elementi mütləq çoxluğa malik olmadığına görə, təxminən bir 50% deyilənə görə türkdür. Elə deyilənə görə həqiqətən də belədir. Ona görə də İranın Turan birliyinə qoşulması qeyri-mümkün saysam da, amma hər halda bu yaxınlaşmağa çox müsbət qiymətləndirir. Pezeşkiyanın hakimiyyəti olduğu dövrdə bu münasibətlərin istiləşməsini proqnozlaşdırıram və buna da çox şadam. Hər halda bu yaxınlaşma öz müsbət təsirini göstərəcək. Tam İran Turan ittifaqına girməsə də, İranla, belə deyək ki, ənənəvi Turan arasındakı bu gərginlik xeyli azalacaq və hər hansı bir siyasi, mədəni, iqtisadi əlaqələrin çox inkişaf edəcəyinə ümid edirəm.